20. Manhattan'da 63-cü Qərb küçəsi ilə Boston arasındakı məsafəni 3 saat 20 dəqiqədən tez keçmək mümkün deyil. Mənə inanın, şəxsən yoxlamışam. Bu yolda bütün limitləri ötmüşəm və tam əminəm, heç bir maşın, istər yerli olsun, istər xarici, heç bir sürücü, lap Graham Hill'in özü gəlsin, həmin yolu bundan tez qət eləyə bilməz. Mənim MG avtomobilim Massachusetts Turnpike şosesində saatda 105 mil sürətlə uçurdu. Graham Hill 1929-1975-ci illərdə yaşayıb, İngilis avtopilotudur, Formula 1 avtomobil yarışları üzrə 2 qat dünya çempionudur. Dünya avtomobil idmanı tarixində ən nüfuzlu yarışların hamısının qalibi olmuş yeganə sürücü. Yanımda elektrik üzqırxanım var idi. Sözsüz ki, üzümü tərtəmiz qırxdım, elə maşındaca köynəyimi dəyişdim və yalnız bundan sonra Steyr küçəsindəki par-par yanan böyük binaya daxil oldum. Səhər saat 8 olardı, ancaq artıq qəbul otağında növbə yaranmışdı. Boston əhlinin bir neçə çox hörmətli nümayəndəsi 3-cü Oliver Butler'dən audiensiya gözləyirdi. Audiensiya, yüksək vəzifəli şəxsin rəsmi qəbuluna deyirlər. Atamın katibəsi məni tanıyırdı və mən içəri girib salam verməyə macal tapmamış, o dərhal selektorun düyməsini bastı, müdirinə məlumat verdi. Atam gəlsin demədi. Əvəzində qapı açıldı və o özü şəxsən kandarda göründü. Oliver, mən artıq insanların görünüşünə də diqqət yetirməyə başlamışdım. Ona görə nəzərimə çarpdı ki, 3 il bundan əvvəlki görüşümüzdən bəri atamın sifətinin rəngi bir qədər solub, saçları çallaşıb və yəqin seyrəlib. Gəl oğul, atam məni içəri dəvət elədi. Səsinin tonundan gəlişmə münasibətini anlaya bilmədim. Dinməzcə kabinetə keçdim. Yan tərəfdə müştərilər üçün kresloda oturdum. Biz baxışdıq, sonra ikimiz də nəzərlərimizi qaçırıb otaqdakı mebellərə zillədik. Mən gözlərimi atamın masasına dikmişdim. Masanın üstündəki dəri torbada qayçıya zərf açmaq üçün dəri dəstəkli kiçik bıçağa anamın illər öncə çəkilmiş şəklinə baxırdım və bir də öz yeniyetməlik şəklimə. Ekseterdə məktəbi qutarırdım. Hə, işlərin necədir oğul? Yaxşıdır, ser. Jennifer necədir? Yalan danışmamaq üçün bu suala cavab vermədim. Birbaşa mətləbə keçdim. Hərçənd mətləb özü də bilavasitə Jenny ilə bağlı idi. Gözlənilmədən peyda olmağımın səbəbini söylədim. Ata, mənə $5,000 borc lazımdır. Səbəbi çox ciddidir. O üzümə baxdı və başını tərpətdi. Hər halda mənə belə gəldi. Hə, eşidirəm, atam dedi. Nəyi? Mən soruşdum. Səbəbini mənə də deyə bilərsənmi? O soruşdu. Deyə bilmərəm, ata. Ancaq mənə pul ver, xahiş eləyirəm. Mən hiss edirdim ki, əlbəttə əgər kimsə 3-cü Oliver Barrett'in sifətinə baxıb bir şey hiss etdiyini deyə bilərsə, atam istədiyim pulu verməyə meyillidir. Onu da görürdüm ki, bu dəfə həmişəki kimi mənə öyüd nəsihət verməyə hazırlaşmır. O sadəcə söhbət eləmək istəyir. Jonas və Marsh sənə maaş verirlər? O soruşdu. Bəli, sir. Ürəyimdən keçdi ki, nə qədər qazandığımı da ona deyim. O görsün ki, bizim buraxılışda məndən yüksək maaş alan yoxdur. Ancaq sonra fikirləşdim ki, harda işlədiyimi bilirsə, çox güman nə qədər aldığımdan da yaxşı xəbəri var. Bundan başqa o da dərs deyir, eləmi? Atam soruşdu. Deməli, hər şeyi bilmir. Jenny'yə o demə, dedim. Jennifer'i dərs deyir, atam nəzakətlə sualına düzəliş etdi. Xahiş edirəm onu bu məsələyə qatma, ata. Bu mənim şəxsi işimdir. Çox mühüm şəxsi işim. Nə olub? Hansısa başqa qızla problemin yaranıb? Onun səsində məzəmmətdən əsər əlamət yox idi. Hə, dedim. Bəli, sir, elədir. Mənə pul ver, xahiş eləyirəm.
Düşünmürəm ki, bircə anlığa da olsa mənə inandı. Düşünmürəm ki, doğrudan da pul istəməyimin səbəbini öyrənməyə çalışırdı. Suallarını da elə-belə verirdi. Çünki bayaq dediyim kimi, o sadəcə mənimlə söhbət eləmək istəyirdi. O masanın siyirməsini çəkib, çek kitabçasını götürdü. Kitabçanın dəri üzlüyü var idi. Bu üzlük qayçının torbası və zərf açmaq üçün bıçağın dəstəyi ilə eyni dəridən hazırlanmışdı. Atam tələsmədən kitabçanı açdı. Başa düşürdüm ki, bunu mənə əziyyət vermək məqsədi ilə eləmir. Onun yanında biraz da qalmağım üçün vaxt uzadır və deməyə söz axtarır. Elə söz axtarır ki, özü də istəmədən qəlbimə toxunmasın. Nəhayət o çeki yazıb qutardı, vərəqi kitabçadan cırdı və mənə uzatdı. Nədənsə bircə saniyəliyinə gec dərk etdim ki, çeki götürmək üçün mən də əlimi ona sarı uzatmalıyam. Atam pərt oldu. Mənə belə gəldi və əlini geri çəkib vərəqi masanın küncünə qoydu. O mənə baxdı və başını tərpətdi. Sifətinin ifadəsi ilə sanki budur, oğul, götür, deyirdi. Amma səsini çıxarmadı, yalnız başını tərpətdi. Deyə bilmərəm ki, mən çıxıb getməyə tələsirdim, yox. Ancaq danışmağa da neytral bir söz tapa bilmirdim. Nə qədər qabaq-qabağa oturub beləcə susmaq olardı. İkimiz də söhbəti davam etdirmək istəyirdik. Digər başımızı qaldırıb bir-birimizin üzünə baxmağa cəsarətimiz çatmırdı. Mən əyilib əlimi uzatdım və çeki götürdüm. Elədi $5000, altından da 3-cü Oliver Barrettin imzası. Mürəkkəb artıq qurumuşdu. Mən səliqə ilə vərəqi qatladım və köynəyimin cibinə qoydum. Sonra qalxıb ayaqlarımı sürüyə-sürüyə qapıya tərəf getdim. Nəsə demək lazım idi. Məsələn, üzrxahlıq eləyə bilərdim ki, mənə görə Bostonun, bəlkə də lap elə Vaşinqtonun möhtərəm şəxsiyyətləri qəbul otağında qiymətli vaxtlarını itirməli olublar. Əlavə edə bilərdim ki, əgər bir-birimizə deməyə sözümüz qaldısa, mən buralarda biraz da ləngiyərəm. Ata, sən nahara başqa dəvətləri sonraya keçirərsən və onu da biz. Qapını aralayanda ayaq saxladım. Bütün cəsarətimi toplayıb ona baxdım və dedim. Çox sağ ol, ata, sağ ol.